2 stəkan ılık süt. %100 ml duru yağ. 2 çay qaşığı maya. 3 xörək qaşığı şəkər. 2 yumurtanın ağı. Sarılarını üzərinə saxlayırıq. 1 çay qaşığı duz. Qarışdırırıq. Mayamızı əridirik. 5-6 stəkan un istifadə edilir. Unun miqdarı dəyişə bilər. Yumuşaq, ələ yapışmayan xəmir yoğururuq. 20-30 dəqiqə mayalandırırıq. Mayalandıktan sonra əlimizlə biraz öpkələyirik, maya gəlməsin. Xəmirimizi 10 kündəyə ayırırıq. Xəmirimizi 5 dəqiqə, 10 dəqiqə kündəyə qoyuruq ki, yayanda rahat yayılsın. Kündələrimizi saxladıktan sonra bütün kündələrimizi nəlbəki boyda yayırıq. Qabımızı unlayırıq. Bir kündələrin aralarına yağ vurub üst-üstə yığırıq. Ara qatına 120 qram çərə yağı istifadə etdim. Ən sonuncu kündəmizə yağ vurmuruq. Sonra üzərini yaxşı örtürük, salafanlayırıq. 30-40 dəqiqə soyuducuda saxlayırıq. Soyuducuda qaldıqdan sonra əlimizlə üzərindən basırıq və sonra yaymağa başlayırıq. Çalışdığınız qədər böyük yayın. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. Yaydıktan sonra balaca kəsməyə başlayırıq. İçərinə istədiyiniz içlikdən qoya bilərsiniz. Soba tavasına yığırıq. Soba tavasında da 20 dəqiqə, 25 dəqiqə saxlayırıq. Üzərinə 2 yumurtanın sarısı, 1 çay qaşığı süt qarışdırırıq, vururuq. Kanalımızın inkişafı üçün abunə olub dostlarınızla, yaxınlarınıza bölüşməyi unutmayın. Əvvəlcədən isitdiyimiz 180 dərəcəlik sobada bişiririk. Asan, tez başa gələn şirniyyatlardan xəbərdar olmaq istəyirsinizsə kanalımızı yaddaşa verməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.